Səncə, çeşidli cinayətlər törətmiş təhlükəli bir insan bütün dünyanın sevimlisinə çevrilə bilər? 16-cı əsrdə yaşamış məşhur barok İtalyan rəssamı olan Caravaggio'nun taleyi belə dramatik və maraqlı idi. Onun adı tez-tez davalar və küçə qarşıdurmaları ilə hallansa da, hətta bir dəfə cinayətlə ittiham olunur. Dava etdiyi sırada bir adamın ölməsindən sonra haqqında ölüm hökmü çıxarılır və illərlə qaçmağa məcbur olur. Sonralar Maltada həbs olunsa da, oradan da bir gecə müəmmalı şəkildə qaçmağı bacarır. Caravaggio'nun həyatındakı bu qaranlıq hadisələr onun əsərlərində öz əksini tapır. O, qaranlıq fonlu əsərlərində işıq və kölgəni elə istifadə edirdi ki, tablolar canlı görsənirdi. Sanki o, daxilindəki qaranlığı məhz bu əsərlərlə bərpa edib aydınladırdı. Belə möhtəşəm əsərlərlə sənət tarixinə öz adını qızıl hərflərlə yazdırmağı bacaran sənətkar cəmi 38 yaşında müəmmalı şəkildə həyatını itirir.